Bilirsiniz, bu yaxınlarda çox maraqlı bir faktla qarşılaşdım. Təsəvvür edin, bugünə qədər səhiyyə və tibb sahəsində 100-dən çox mütəxəssis Nobel mükafatı alıb. Yəni, biz bəşəriyyət olaraq xəstəliklərə qalib gəlirik, insan ömrünü uzadırıq və tibbdə az qalan möcüzələr yaradırıq. Amma təhsil sahəsində sıfır. Bəli, indiyə qədər heç kim təhsildən Nobel ala bilməyib. Qəribə də elə deyilmi? İnsan beynini inkişaf etdirmək, fiziki bədənimizi sağaltmaqdan doğrudanmı bu qədər mürəkkəbdir? Gəlin elə bu sualdan başlayaq. Xoş gəlmisiniz. Bugünkü izahlı təqdimatımızda biz fizika elmləri doktoru, professor və təhsil eksperti Şahlar Əskərovun olduqca geniş bir müsahibəsinə əsaslanaraq təhsil sistemimizin bünövrəsini incələyəcəyik. Professorun əsas fikri budur ki, təhsil sadəcə binalardan və dərsliklərdən ibarət deyil. O, canlı, daim yenilənməyə çalışan, amma təəssüf ki, dərin sistem qüsurlarına görə hələ də öz potensialına çata bilməyən, inanılmaz dərəcədə mürəkkəb bir mexanizmdir. Yaxşı, gəlin görək bugün nələri müzakirə edəcəyik. Professorun baxışlarını 5 əsas hissəyə böldük. İdarəetmə problemləri, repetitorluğun vurduğu zərbə, təhsil və texnologiyanın əlaqəsi, xarakterin formalaşması və 6C fəlsəfəsi və nəhayət qiymətləndirmə və qəbul imtahanları. Elə isə vaxt itirmədən keçək birinci bölümə, təhsilin idarə edilməsi problemləri və strukturun təhlili. İndi, burada həqiqətən diqqət çəkən məqam odur ki, professor keçmişlə bugünü çox kəskin şəkildə müqayisə edir. O deyir ki, baxın, keçmişdə təhsil kollegial idarə olunurdu. Yəni qərarlar tək başına deyil, nazir, mavillər, rektorlar, bir sözlə böyük bir heyətin qızğın müzakirələrindən sonra verilirdi. Bugün isə sistem, necə deyərlər, tək əl prinsipinə keçib. Professor vurğuluyur ki, təhsil zavod və ya hərbi hissə deyil ki, bir nəfər əmr versin, qalanları icra etsin. Bu sahə o qədər çox şaxəlidir ki, onu tək bir şəxsin qərarları ilə ayaqda tutmaq praktiki cəhətdən sadəcə mümkünsüzdür. İdarəetmədən söz düşmüşkən, məktəblərin daxili mühiti də kənarda qalmır. Mənbəyimizdə professor kifayət qədər maraqlı bir iddia irəli sürür. O hesab edir ki, məktəblərdə kişi müəllimlərin azlığı, xüsusilə oğlan uşaqlarında qəhrəmanlıq potensialını aşağı salır. Biz təbii ki, bunu sadəcə onun şəxsi qənaəti kimi qeyd edirik. Bundan əlavə, o məktəb direktorlarının kənardan deyil, elə məktəbin öz içindən, ictimai mənafeyini şəxsi maraqlarından üstün tutan ləyaqətli müəllimlər arasından seçilməsini təklif edir. Yəni, rəhbərlik sırf ləyaqət və xidmət üzərində qurulmalıdır. Buradan isə keçid edirik ikinci bölümə, repetitorluq və onun təhsilə vurduğu zərbə. Repetitorluq təhsil sisteminə arxadan vurulan bıçaq zərbəsidir. Təsəvvür edirsiniz? Bıçaq zərbəsi. Bu metafora özlüyündə professorun məsələyə nə qədər sərt və kəskin yanaşdığını mükəmməl şəkildə nümayiş etdirir. O izah edir ki, repetitorluq əslində dövlət təhsil sisteminin boşluqları və zəiflikləri üzərində bir növ alaqotu kimi bitir. Yəni, məktəb öz funksiyasını tam yerinə yetirə bilməyəndə, repetitorluq meydana çıxır və təhsilin onsuz da sarsılmış sütunlarını biraz da zəiflədir. Bəs yaxşı, bu zərbənin real həyatda fəsadları nələrdir? İlk növbədə hamımızın bildiyi o mənzərə yaranır. Yuxarı siniflər sadəcə olaraq boş qalır. Uşaqlar geniş dünyagörüşlü bir vətəndaş kimi yetişməyə əvəzinə test imtahanında onlara lazım olan 3-4 fənnin içində itib batırlar. Necə deyərlər, dar çərçivəli mütəxəssislərə çevrilirlər. Düşünün, tarixini, coğrafiyasını bilməyən, amma riyaziyyat düsturlarını əzbər çəkən bir nəsil. Ən pisi də odur ki, bu vəziyyət məktəbdə böyük bir arxayınlıq yaradır. Düşünürlər ki, əşi onsuz da uşaq repetitora gedib öyrənəcək. Beləliklə, məktəbin üzərindəki o böyük məsuliyyət hissi sadəcə yoxa çıxır. Gəlin indi bunu biraz da qlobal miqyasa daşıyaq. Üçüncü bölüm, müasir təhsil, texnologiya və qlobal rəqabət. Professor, məhz bu nöqtədə öyrənilməsi həqiqətən vacib olan Sinqapur möcüzəsini xatırladır. Baş nazirliyi Kuan Yu bir ölkəni 3-cü dünya səviyyəsindən götürüb necə zirvəyə qaldırdı. Əslində çox sadə, amma dahi addımlarla. Birincisi, o zəif nəticə göstərən müəllimləri işdən qovmadı, onları ixtisas artırma kurslarına göndərib yenidən hazırladı. İkincisi, ingilis dilini ana dili ilə yanaşı əsas tədris dili etdi. Nəticəni bilmək istəyirsiniz? Bugün o kiçik Sinqapur mikrosxem, yəni çip istehsalında nəhəng Rusiyanın ən məşhur elmi institutlarını belə geridə qoyur. Çünki texnologiyanı yaradan yeganə qüvvə sözsüz ki, təhsildir. İndi isə diqqətli olun, çünki mənbədə yer alan və cəmiyyətdə xeyli müzakirələrə səbəb olan olduqca kütləşdirici bir baxışı diqqətinizə çatdırmalıyım. Professor çox sərt bir iddia irəli sürür. O hesab edir ki, inklüziv təhsil, yəni xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi siniflərə gətirilməsi və ibtidai sinif uşaqlarının o nəhəng, ağır çantaları əslində təsadüfi deyil. O, bunları kənardan idarə olunan, dərzi pozmaq və 6-7 yaşlı uşaqlarda məktəbə qarşı psixoloji nifrət yaratmaq üçün məqsədli şəkildə hazırlanmış sui-qəsd nəzəriyyələri adlandırır. Biz təbii ki, bu fikri mənbədə olduğu kimi tərəf tutmadan sadəcə hesabat olaraq səsləndiririk. Bu mövzuda daha bir mübahisəli məqam nizam-intizamla bağlıdır.
Mənbəmizə əsasən professor o fikirdədir ki, keçmişdə məktəblərdə müəyyən bir qorxu faktoru, o cümlədən yüngül fiziki tənbih, məsələn, ələ çubuqla vurmaq uşaqlarda məsuliyyət hissi formalaşdırırdı. Onun qənaətinə görə bugün məktəbdən qorxu və intizamın tamamilə yığışdırılması şagirdlərin müəllimə hörmətini itirməsinə, dərslərin xaosa çevrilməsinə və yekunda təhsilin keyfiyyətinin dibə vurmasına gətirib çıxarıb. Yenə də qeyd edirəm, biz bu fikirləri sadəcə olaraq mənbənin mövqeyi kimi izah edirik. Bu cür sistem tənqidlərindən sonra keçirik 4-cü bölümə. Xarakter və 6 fəlsəfəsi, yəni əsl vətəndaşın doğuşu. Deməli, məsələ burasındadır ki, professor müasir vətəndaş yetişdirmək üçün qlobal səviyyədə qəbul edilmiş 6Ç fəlsəfəsini, yəni ingiliscə C hərfi ilə başlayan bu əsas bacarıqları xüsusi vurğuluyor. Bunların içində tənqidi düşüncə, yəni critical thinking həyat əhəmiyyət daşıyır. Fikirləşin, əgər bizdə tənqidi düşüncə olmasa, cəmiyyət olaraq köhnə fikirləri eyni kaset kimi fırladıb təkrar yaşamağa məhkumuq. Yeni ideyalar yalnız özünü tənqid etməyi və fərqli prizmadan baxmağı bacaran beyinlərdə cücəlir, elə deyilmi? Professor bu bacarıqlardan biri olan ünsiyyəti izah etmək üçün çox maraqlı, həyati bir nümunə gətirir. O, Türkiyənin Mənim adım Mələkdir filminə istinad edir. Orada belə bir səhnə var. Obrazı təhqir edirlər, amma o dərhal aqressivləşib qışqırmaq əvəzinə böyük bir səbir və dözümlülük göstərərək qarşı tərəfi sadəcə utandırır. Professor bunu müasir cəmiyyətimizdə sürətlə itirdiyimiz o gözəl ünsiyyət və səbir sənətinin mükəmməl nümunəsi kimi təqdim edir. Bəs xarakter deyəndə nəyə nəzərdə tuturuq? Rüşvətə əyilməyən, prinsiplərini satmayan insanları. Professor bunu hamımızın yaxşı bildiyi klassik Axırıncı Aşırım filmindəki Kərbalay İsmail və Qəmlu obrazları ilə bağlayır. Siyasi baxışlarından asılı olmayaraq o adamların sındırıla bilməyən möhkəm xarakterləri var idi. Professorun ən böyük şikayəti də məhz budur ki, bugün biz o cür daş kimi xarakterlər əvəzinə hər mühitə görə mum kimi əyilən insanlar yetişdiririk. Və nəhayət gəlib çatırıq hər kəsin ən ağrılı mövzusuna. 5-ci bölüm. Qiymətləndirmə və qəbul imtahanları. Baxın, bu slayd həqiqətən çox maraqlıdır. Professor qiymətin çox dəqiq, az qala riyazi bir tərifini verir. Deyir ki, qiymət sizin nə bildiyinizin, əslində nəyi bilməli olduğunuzu olan faiz nisbətidir. Bu qədər sadə. Yəni, bilməli olduğunun 100%-ni bilirsənsə, sənə 5 düşür, 60%-ni bilirsənsə 3. Amma problem haradadır? Professor iddia edir ki, bugün məktəblərimizdə qiymətlər bu cür obyektiv qaydada deyil, subyektiv şəxsi münasibətlərlə, tanış-bilişlə, bəzən də birbaşa rüşvətlə yazılır. Bu isə bütün sistemi içərdən çürüdür. Bu ədalətsiz qiymətləndirmə bizi birbaşa ölkədəki ən böyük stres mənbəyinə, qəbul imtahanlarına aparıb çıxarır. Mənbəyimiz vurğulayır ki, bu cür ağır, kütləvi və qorxunc imtahanlar əslində Sovet dövründən qalma bir mirasdır. Niyə? Çünki o vaxtlar dövlət tələbənin bütün xərclərini çəkirdi, yataqxana verirdi, təqaüd verirdi, ən əsası isə məzun olanda iş yeri zəmanətli idi. Amma müasir dövrdə dövlət bu təminatların heç birini vermirsə, o zaman uşaqları və valideynləri belə dəhşətli bir imtahan stresinə, bu qədər xərcə salmağa həqiqətən ehtiyac var. Professor məhz bu yerdə öz baxışını çox gözəl bir metafora ilə yekunlaşdırır. Universitetlər giriş qapılarını geniş açmalı, çıxış qapılarını isə daraltmalıdırlar. Necə dəqiq deyilmiş fikirdir, eləmi? Yəni, gənclər üçün ən ağır sınaq universitetin qapısından içəri girmək yox, 4 il oxuyub o diplomu həqiqətən haqq edərək oradan məzun olmaq olmalıdır. Qapılar oxumaq istəyən hər kəs açıq olmalıdır, amma o qapıdan çıxış yalnız və yalnız ciddi biliyə əsaslanmalıdır. Budur. İdarə etmənin dərinliklərindən tutmuş, repetitorluğun fəsadlarına, qlobal çip rəqabətindən xarakter formalaşmasına və o qorxunc qəbul imtahanlarına qədər çox maraqlı bir mövzunu birlikdə təhlil etdik. Təhsil doğrudan da nəhəng bir tapmacadır. Bu qədər islahat təklifini və professorun fərqli baxış bucaqlarını nəzərə alaraq, sizcə cəmiyyətimizin gələcəyini xilas etmək üçün təhsil sistemimiz növbəti mərhələdə necə təkamül etməlidir? Ən birinci hansı addım atılmalıdır? Bu, doğrudan da üzərində ciddi düşünməli olduğumuz bir sualdır. İzlədiyiniz və bizə qoşulduğunuz üçün təşəkkürlər. Bugünlük izahlı təqdimatımızdan bu qədər. Növbəti təhlillərimizdə görüşənədək.